Şəhidlər Xiyabanını ziyarət elədik, analarla görüşdük, tanımadıqlarımız anaları tanıdıq, tanış olduq. Bunu bizə eləyən bizim şəhid balalarımızdır. Onlar bizə ana eləyib, bacı eləyib, bir-birimizə doğma eləyibdir, öz doğmalarımızdan da doğma eləyibdir. Ona görə onların məqamı uca, ruhları şad olsun. Buradakı anaları da Gözəl ana sən başda olmaqla, Elmar qardaşım olmaqla bütün hamısına can sağlığı verirəm. Hocaya da Allah can sağlığı versin ki, o həqiqətən bu tədbiri bugün burada, bu görüşü təşkil elədi. Biz də yığışıb analar həqiqətən sevə-sevə gəldik bu Tovuz rayonuna. Olur ana, mən də bir Tovuzlu kimi bütün Tovuz xalqı adından bura gələn hər bir şəhid ailəsinə xoş gəlmişsən deyirəm. Hər bir şəhidin hər birinə mənim canım qurban olsun. Allah sizləri var eləsin. Xoş gəlmişsiniz, safa gətirmişsiniz. Bizlərdən ötürü böyük bir şərəfdir ki, sizlər gəlib bizim evlatlarımızı ziyarət edirsiniz. Allah hər şəhidlərimizə rəhmət rəhmət Nur içində yatsın. Bizə əziyyət çəkmiş sizləri kameraya alanların hər birinə də Allah kömək olsun. Borcumuzdur. Öz evladlarımızı görəndə çox sağ olun. Sağ ol. Allah şəhidlərimizin ruhunu şad, məkanını cənnət eləsin. Amin. Analara səbir versin. Bizi Tovuz şəhərində, bizi qarşılayanların balaları xoşbəxt olsun. Allah şəhidlərinin ruhunu şad, məkanını cənnət eləsin. Sizinkilərlə Ana gün o gün olsun ki, içinlər tapılsın sana ömrü ana can. Can Elmir ana, can. Mən də deyirəm, Allah eləsin, bu 32 ildə, 32 ildə gözlədiyimiz əziyyəti itirməsin. Sizlərə nəsə bir xəbər çatsın. Amin. Gözləriniz yollardan yığılsın. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Alnımızda silinən o təmiz ləkəni aldılar. Çünki biz fəxr eləyirik ki, biz şəhid analarıyıq. Fəxrimiz budur ki, alınan torpaqlarımızı, necə deyim, dırnaq arası Cəsarətlə geri qaytardılar. getdilər, aldılar. Ruhları şad olsun, məkanları cənnət olsun. Yəni mən də fəxr eləyirəm ki, mən şəhid anasıyım. Mən qürur hissi ilə duyuram ki, mən şəhid anasıyım. Ona görə ki, bizim alınan torpaqları mənim oğlum şəhidin Əlizadə Xəyal torpağımızı aldı, ləkələri alnımızdan təmizlədi. Mənim də iki oğlum döyüşürdü. Birinci Qarabağ müharibəsinin biri şəhididir, Xəlilov Vüsal şəhiddir, Xəlilov Vüqar isə veterandır. Demək 4 il hər iki qardaş bir evdən 4 il cəsarətlə, qürurla, necə deyirlər, döyüşüblər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar, məkanları cənnət olsun, ruhları şad olsun. Bütün ana bacılarımıza Allahdan səbir edin. Amin. Görəndə elə bilirik ki, içkindi, nə şey erməni vermir. Çox sevinirik. Apardı vermir. Bunlarla biz danışırıq, yürürük. Amma razılığa gələndə ermənilər məni, evladımın nəşini qaytarmaq üçün məndən benzin tələb elədilər, istədilər. Bir ton benzin istədilər. Mən evladımın nəşindən imtina elədim, götürmədim ki, başqa evladlar qırılmasın, başqa analar gözü yaşlı qalmasın. Mən fikirləşmirdim ki, 44 günlüklər olacaq, belə bir müharibə başlayacaq. Yəni 44 günlüklər onların qısasını aldılar. Bəli. Birinci Qarabağ müharibəsinin. Ürəyim dolu deyəsən mən bilirəm. Buyur Pərvanə. Evdən anası, buyur. Evdən anası bu da Mingəçevirdən gəlir. Anasıyam, Mingəçevirdən. Yəni oğul da ali təhsilli idi. Amma ali təhsilli olmağına baxmayaraq vətənin torpağını sevirəm. Zabit olaraq xidmət elədi. Bir dənə də evladı var. Bir dənə də evladı var, özünü görə bilmir. Allah sizə sağ olsun. Allah rəhmət eləsin. Hamınızdan.